Yunus. 3-cü fəsil. Ninevalıların tövbə eləməsi. Rəbbin sözü Yunusa 2-ci dəfə nazil oldu. Qalx Ninevaya, o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək. Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı 3 günə gəzib dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: 40 gündən sonra Nineva dağılacaq. Ninevalılar Allaha inandılar. Oruc elan eləyərək böyüdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padşahına çatanda, o taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan eləyib desinlər: Nə insanlar, nə heyvanlar, nə malqara, nə də ki qoyun keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. İnsanlar da, heyvanlar da çul giyinsin və var gücləri ilə Allaha fəryad eləsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq. Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm eləyib, əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.